Belə xoş gördük hər birinizi. Demək bizim bugünkü mövzumuz Məktəbşünaslıq klubunun üzvləri üçündür, amma eyni zamanda mövzunun aktuallığını nəzərə alaraq ümumi təhsil məktəblərində planlaşdırma və bu planlaşdırma nə üçündür? Planlaşdırmanın əhəmiyyəti nədən ibarətdir? Onu danışacağıq sizlə. Belə yeni gələn yoldaşları da qəbul eləyək və hal-hazırda yoxsa bunları qəbul eləyək, sonra 60 nəfər webinarda yoldaş var və əvvəla gəlin belə danışaq. Məktəbdə planlaşdırma nə üçündür? Niyə sizdən məktəblərdən bu qədər fəaliyyət planı soruşurlar? İndi də məktəbin inkişaf planı soruşurlar. Daha sonra perspektiv plan soruşurlar. Daha sonra deyək ki, illik fəaliyyət planı soruşurlar. Sonra məktəb daxili nəzarətin planını soruşurlar. Sonra yeni çıxıb dəstəkləyici inkişaf planı soruşurlar. Və hər bir yuxarı orqan məktəbə gələndə birinci növbədə soruşduğu budur ki, niyə deyək məktəbdə sənin fəaliyyət planın hanı? Az qala bizdə ocaqçıdan da, gözətçidən də təhsil idarə etmə orqanlarına gələnlər fəaliyyət planı istəyirlər. Amma bu fəaliyyət planı əslində biri-birinə sıx bağlı olan məsələdir və bu baxımdan bu fəaliyyət planı məktəbdə biri-birinə bağlı olan bir məsələdir. Birinci addım məktəbin inkişaf planından başlayır və bütün digər fərdi planlar da hər biri ona uyğundur. Məsələn, tutam ki, məktəbin tədris işləri üzrə direktor müavinin ayrıcı planı ola bilməz. Və yaxud da ki, təşkilatçının, və yaxud da laborantın, və yaxud da kitabxanaçının ayrıca fəaliyyət planı ola bilməz. Yəni, bu məktəbin ümumi fəaliyyət planı ola bilər. Və bu məktəbin ümumi fəaliyyət planı demək, məktəbin ümumi fəaliyyət planı demək hissəsi olmalıdır. Ona görə də mən düşünürəm ki, bu məsələyə xüsusi diqqət eləyəcəyik. Məni buradan Facebookdan və TikTokdan izləyən yoldaşlar xahiş edirəm, paylaşın və müəllim qruplarına göndərin ki, digər yoldaşlar da izləsinlər bunu. Demək belə. Birinci başlayaq, ilk növbədə bu planlaşdırma hüquqi bazada, belə deyək, harda öz əksini tapıb, hansı hüquqi normativ sənəddə öz əksini tapıb. Baxın, ümumi təhsilin dövlət standartlarına bir diqqət eləsək, bilirsiniz ki, Nazirlər Kabinetinin, istəyirsəm mən kameranı yandırım, məni görün ki, mən buradayım da sizlənəm. Və demək, ümumi təhsilin dövlət standartları var, bilirsiniz. Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 saylı qərar ilə tənzimlənib və onun 3-cü bəndində ümumi təhsilin idarə edilməsində konkret göstərir ki, ümumi təhsilin idarə olunması, məsuliyyətin bölüşdürülməsi, hesabatlıq və inkişafın monitoringi prinsiplərindən aparılır. Amma orada ikinci yanında bir cümlə yazır ki, istənilən ümumi təhsil məktəbinin, ümumi təhsil müəssisəsinin düzgün və səmərəli idarə olunması, yəni düzgün və səmərəli planlaşdırılması idarə etmənin əsas şərtidir. Yəni bu o deməkdir ki, hər bir ümumi təhsil məktəbinin qanunvericidə dediyi kimi düzgün və səmərəli o deməkdir ki, son nəticəyə, hədəflərə doğru düzgün istiqamətlənmiş, belə deyək, səmərəli planlaşdırma məktəbin idarə edilməsinin əsas şərtidir. Bizim ümumi təhsil məktəblərimizdə çatışmayan çox şey var, amma əsas iki şərt var. Birincisi, Azərbaycan məktəbinin nizamnaməsi yoxdur. Və 35 ildə artıq müstəqilik biz və bu 35 ildə Azərbaycan məktəbinin nizamnaməsi olmaması Azərbaycan məktəbinin düzgün və səmərəli planlı idarə edilməsinin qarşısını alır. İmkan yaratmır. Çox təəssüf olsun ki, bu 35 il ərzində demək bizim ondan çox
Təhsil Nazirimiz dəyişib və təhsil sistemində bir neçə dəfə ciddi baxışlar, dəyişikliklər olub və bilirsiniz ki, 1999-cu ildən də təhsil islahatları başlayıb, amma Azərbaycan məktəbinin nizamnaməsi indiyə qədər hazırlanmıyor. Hətta nümunəvi nizamnamə hansı ki, Nazirlər Kabineti təsdiq eləyir. Bizim 13 yanvar 2010-cu il, yoxsa 11-ci il tarixli 5 nömrə, Nazirlər Kabinetinin 5 nömrə qərarının bir nümunəvi nizamnamə tərtib olunmuşdu. Və o da ki, biz 2024-cü ildə dedik ki, 2023-cü ildə hətta dedik ki, biz publik hüquqi şəxs olan təhsil məktəbinə gedirik və 16 məktəb seçildi. Hələ də gedə bilməmişik və tələm-tələsi o nümunəvi nizamnamanı ləğv elədik və 13 iyun 2024-cü ildə publik hüquqi şəxs olan ümumi təhsil məktəbinin nümunəvi nizamnaməsini təsdiq etdik, o biri nümunəvi nizamnamanı ləğv etdik. Hal-hazırda ölkədə 4000 məktəb var, amma bu 4000 məktəbin heç biri hələ publik hüquqi şəxs deyil, amma o biri nizamnamanı da ləğv elədik, yəni həmişəki kimi yeni bir şeyi yaratmamışdan öncə əvvəlkini dağıdırıq, hələ yenisini də yarada bilmirik. Bax, məsələ buradadır. Birinci ən böyük problemimiz bizim məktəblərin idarə edilməsində bizim demək məktəblərin fərdi nizamnamələrinin olmamasıdır. İkinci ən böyük addım isə məktəblərin planlı idarə edilməməsidir. Baxın, bu məsələ indi öz bilirsiniz, mən artıq 2 aydır bu tənqidləri də dayandırmışam. Məqsədim də daha çox, yəni bu məktəbşünaslıq klubunda müəyyən, belə deyək, optimal xidmətlər göstərməkdir. Amma reallıq da reallıqdır da. Bilirsiniz necədir? Bugün məktəbdən planı istəmək üçün bir anlıq daha geniş səviyyəyə baxaq. Baxın, Azərbaycan Respublikasının prezidentinin imzası ilə ölkənin hər 5 ildən bir strateji inkişaf planı təsdiq olunur. Həmin strateji inkişaf planında ölkənin iqtisadiyyatının və bütün sahələrinin, o cümlədən də təhsil sahəsinin də demək 5 illik strateji planı müəyyən olunur. Ona deyirlər sosial-iqtisadi inkişaf konsepsiyası. Və təhsilin içərisində də bir də bütün pillələr orada nəzərdə tutulur. Və hal-hazırda bizim keçən il 2025-ci ildə ölkə prezidentinin imzası ilə 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf konsepsiyası təsdiq olundu və həmin konsepsiyada 5 il ərzində Azərbaycan təhsilinin və ölkənin, o cümlədən də onun içində kiçik bir belə deyək olaraq təhsilin də, bütün sahələrin, o cümlədən də təhsilin də strateji planı təsdiq olundu. Amma hal-hazırki vəziyyətdə bundan sonra nə olmalıdır? Bütün sahələrdə, o cümlədən də təhsil sahəsində ölkə prezidentinin sərəncamı ilə təsdiq olmuş həmin 2026-2030-cu il o konsepsiyaya uyğun olaraq Elm və Təhsil Nazirliyinin strateji planı hazırlanmalıydı. Bu 2026-2030-cu illərə qədər belə deyək. Eyni zamanda sonra da hər bir agentliyi, bilirsiniz ki, ölkə təhsili 4 struktur bölmədən ibarətdir. Bu TİKTA, Təhsildə Keyfiyyətə Təminat Agentliyi, Elm və Ali Təhsil Agentliyi, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsil Agentliyi. Hər bir agentliyin də özünün strateji planı olmalıdır. Deyək ki, o biri agentliklərlə işimiz yox, gəldik Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strateji planı olmalıdır. Sonra ölkədə olan Məktəbəqədər Ümumi Təhsil Agentliyinin bölündüyü 12 regional idarə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin də həmin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strateji planına, 5 illik planına uyğun olaraq da hər regional təhsil idarəsində strateji planı olmalıdır. Və bu strateji plandan sonra, diqqət edin, gördünüz haradadır? Birinci pillə var, prezidentin imzası ilə ölkənin 5 illik strateji planı var. Amma ikinci pillədə Elm və Təhsil Nazirliyinin strateji planı yoxdur. Üçüncü pillədə Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strateji planı yoxdur. Dördüncü pillədə Regional Təhsil İdarəsi və yaxud da Bakı Şəhər Təhsil İdarəsinin və yaxud da ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin strateji planı yoxdur. 5-ci pillədə məktəbin strateji planı olmalıdır. 5-ci pillədə təsəvvür edirsinizmi nə deməkdir bu? Bu 5-ci pillədə olan strateji plan da
Yəni indi məktəbdən istənilən həmin MIP-dir. Məktəbin inkişaf planı. Bu məktəbin strateji planıdır. Bu 3 illik də ola bilər, 5 illik də ola bilər, 7 illik də ola bilər, 9 illik də ola bilər. Adətən Azərbaycan Respublikasında strateji planlar azı 5 ildən başlayır. Bax, indi görürsünüz. Məsələn, bundan öncəki bizim baxmayaraq ki, bu 5 illik planlarla yanaşı, bir də yadınıza gəlirsə 13 oktyabr 2013-cü il tarixində, yox 24 oktyabr 2013-cü il tarixində ölkə prezidentinin 13 nömrəli sərəncamı ilə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olmuşdur. Təhsilin inkişaf strategiyasıdır və 2020-ci ilə qədər başa çatmalı idi və 2021-25 indi də 2026-30-cu illər üçün strateji plan var ortada. Yəni bu giriş, bunu ona görə demək istədim ki, bu plan zəncirdir, biri-birindən bağlı olan bir məsələdir. Məktəbin fəaliyyəti fərqli ola bilməz. Bugün bax, indi buradan məni eyni zamanda dinləyən regional təhsil idarəsinin əməkdaşları bilirəm, onlardan da asılı olmayan məsələlərdir və yaxud da müddənin əməkdaşları və yaxud da Elm və Təhsil Nazirliyinin əməkdaşları bilməlidir ki, eyni vəziyyətdə məktəbdə yaranır. Məktəbin planı yoxdur, amma biz gəlirik, deyirik ki, tədris işləri üzrə direktor müavini, hanı sənin fəaliyyət planın və yaxud da laborant, hanı sənin fəaliyyət planın və yaxud da uşaq birliyi rəhbəri, hanı sənin planın, təşkilatçı, hanı planın. Axı, məktəbin planı olmalıdır. Onlara aid olanlar da, yəni o tədrisə, tərbiyəyə, digər məsələlərə oradan çıxarış olmalıdır. Məsələn, reallıq budur, aydınmı? Eyni vəziyyətdə məktəbdən. Məsələn, əgər mən gəlib məktəbdən, A məktəbindən əgər onun MIP, məktəbin inkişaf planı və yaxud da strateji planını əgər mən ondan tələb edirəmsə, istəyirəmsə, ən azı, axı, mən regiondan getdiyimə görə, regionun strateji planını qoymalıyam ki, sənin strateji planın, ay məktəb, A məktəbi, bax, regionun strateji planına uyğun olmalıdır. Mütləq regionala gedəndə deməlidir ki, ay filan regional, ay Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ay Bakı Təhsil İdarəsi, sənin strateji planın, bax, mənim strateji planıma uyğun olmalıdır. Nazirlik agentliklərə deməlidir ki, sənin strateji planın mənim planıma uyğun olmalıdır. Bax, bu zəncir yoxdur. Zəncir olmadığına görə də kör-körana bir şeydir. Kim nəyi bildi, onu edir. Amma istənilən halda siz məktəbin inkişaf planını hazırlamaq üçün bir neçə əsas şərtlər var. Bir neçə əsas şərtlərdən biri də budur ki, yəni planlaşdırmanın əhəmiyyəti nədir məktəbdə? Yaxşı, deyək ki, bu yoxdur da, amma sizin məktəbin hökmən planlaşdırması olmalıdır. Niyə olmalıdır və bu planlaşdırma sizə nə verir? Əhəmiyyəti nədir məktəbdə? Məktəbdə planlaşdırmanın olması kör-körana idarə etmənin, kör-körana tədbirlərin, məktəbin kör-körana həyatının qarşısını alır, yəni sistem gətirir. Sən artıq olduğun yeri müəyyən edirsən. Bax, burada, bax, məktəbin vəziyyəti budur. Mən 1 ildən sonra məktəbi hara gətirəcəm, 2 ildən sonra məktəbi hara gətirəcəm, 3 ildən sonra məktəbi hara gətirəcəm. Bax, bizim təhsil inkişafı üzrə dövlət strategiyasında da var. Yəni, yaxın gələcəkdə, yəqin ki, biz də buna keçəcəyik. Bu, strateji idarə etmə sistemidir. Strateji idarə etmə sistemi nə deməkdir? Deyək ki, bugünkü kimi məktəblərin direktorunun imtahanları keçiriləcək, bəlkə belə deyək, sistem, o sistem belədir, bugün xaricdə belədir. Mən demirəm, ekstrasensi eləmirəm, demirəm ki, belə olacaq. Sadəcə strateji idarə etmə sistemi bizim təhsil inkişafı üzrə dövlət strategiyasında var və həm o 3-cü istiqamət üzrə və orada nəzərdə tutulmuş hədəf və tədbirlərdəndir və nə deməkdir bu strateji? Məsələn, beynəlxalq sistemdə strateji idarə etmək bu deməkdir ki, heç bir o həmin ölkələr, sistem olan ölkələrdə təhsil naziri məktəb direktoru təyin etmir. Məktəb direktoru, amma təhsil nazirliyi və bu kimi imtahanlar keçirdir. Məktəb direktoruna 3 illik ya 5 illik lisenziya verir ki, deyək ki, filan kəs 3 il ya 5 il ərzində məktəbdə rəhbər vəzifədə işləyə bilər. Bunun üçün uzun müddət sistemi var, sonra 6 aylıq, 1 illik bizim o kurslar dediyimiz magistratura sistemi var, orada master, belə deyək də, ustalıq kursları deyək ki onlara. Yəni, magistratura xaricdə 2 istiqamət üzrədir. Biri, bilirsiniz, elmi pedaqoji fəaliyyətlə, araşdırmalarla məşğul olmaq üçün bir də 1 illik, yəni o ustalıq belə deyək, o sahada bilik və bacarıqlarını artırmaq üçün.
və artıq məktəbin özündə o deyir ki, məktəb dövlət ictimai idarə etmədir. Məktəb şuraları fəaliyyət göstərir, idarə etmə şuraları fəaliyyət göstərir və namizəd olan hər bir şəxs bir məktəbə bir neçə namizəd ola bilir və həmin məktəbin 3 il ərzində və yaxud da 5 il ərzində strateji planını hazırlayır. İdarə etmə şurası baxır həmin o strateji plana və son qərarı idarə etmə şurası verir. Biz hələ orada çox qalmışıq. Hal-hazırki vəziyyətdə isə yaxşı məktəbin inkişaf planını necə hazırlamaq olar? Birincisi, məktəbin inkişaf planını hazırlamaq üçün ən azı bir neçə istiqaməti götürmək lazımdır. Yaxşı olar ki, 9 istiqamətin 9-unu da götürək. Və bilirsiniz, mənim bu sonuncu kitabımda məktəbin idarə edilməsinin əsas istiqamətləri 9 istiqamətdən 3-ünü göstərmişik biz orada. Və orada əsas məsələ məktəbin idarə edilməsinin 9 idarə etməsi var. İstiqaməti var, üzr istəyirəm. Birinci növbədə tədrisin təşkili. İndi hamı onunla məşğul olur, ona görə digərləri tamamilə yaddan çıxır. Tədrisin təşkil olunması, bu birinci şərtdir. İkinci, metodiki işin təşkili. Bax, bunu tamamilə yaddan çıxartmışıq. Metodiki iş olmadan tədris işini həyata keçirmək mümkün deyil. Tərbiyə işini həyata keçirmək mümkün deyil. Dünən dərslərin birində yoldaşlara izah edirəm. Bax, bizim peşəmiz müəllimlikdir. Peşə ixtisasımız ondan sonra ayrılır. Tarix müəllimi, riyaziyyat müəllimi, ibtidai sinif müəllimi, Azərbaycan dili ədəbiyyat müəllimi. Bax, peşəmizlə bağlı əsas məsələlər birinci növbədə bizim metodiki biliklərimizdən asılıdır. Bizdə ona doğru dildə kurikulum deyirik. Halbuki kurikulum tamamilə ayrı şeydir. Metodiki biliklər əsas şərtdir. Ona görə də məktəbdə metodiki işi qurmadan məktəbdə tədris və tərbiyə işini həyata keçirmək mümkün deyil. Və ikinci istiqamət metodiki işin təşkilidir. Üçüncü istiqamət tərbiyə işini təşkilidir. Tərbiyə işini təşkil etmədən mümkün deyil bizim tədrisi hansısa bir nəticə əldə edəcək. Çünki təhsilin məqsədi nədir? Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən və insan hüquqları və azadlıqlarına, sonra demokratiya prinsiplərinə hörmət edən, Azərbaycançılıq və vətənpərvərlik hisslərinə sadiq olan, müstəqil və yaradıcı düşünən, sağlam həyat tərzi sürən və s. keyfiyyətlərə malik olan şəxsiyyət və vətəndaş yetişdirməkdir, düzdürmü? Və bu şəxsiyyət vətəndaşın kökündə tərbiyə durur. Məsələn, ölkə prezidenti 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik tədbirində çox ciddi bir məsələyə toxundu. Mən o qədər sevindim ki, artıq bu məsələ ilə bağlı ciddi işlər gedəcək. Çox təəssüf olsun ki, yaddan çıxdı. Ölkə prezidenti həmin 100 illik tədbirdə açıq bildirdi ki, ölkənin tərbiyə konsepsiyası yoxdur. Yəni, milli ideologiya nədən ibarətdir? İdeoloji konsepsiya yoxdur. Tərbiyə konsepsiyası ideoloji sistemdir. Ona görə Sovet təhsil sistemi dünyanın ən aparıcı təhsil sistemidir. Bugün də keçmişdən, gəlmişdən, hal-hazırki vəziyyətdə durumda dünyada Sovet təhsil sistemi qədər qabaqcıl təhsil sistemi olmuyor. Nəyə görə? Çünki orada Sovet ideologiyası, konsepsiya, tərbiyə konsepsiyası vardır. Aydındır mı? Və indi Böyük Britaniyanın təhsil sistemi, Yaponiyanın təhsil sistemi və yaxud da ki, deyək, Norveçin təhsil sistemi baxanda dünyanın aparıcı təhsil sistemlərində konkret olaraq tərbiyə sistemi birinci şərtdir. Ona görə də biz tərbiyə və bugün məktəblərimizdə baş verən ən böyük problemlərdən biri tərbiyə sisteminin tamamilə çökməsidir. Bunun obyektiv, subyektiv səbəbləri var. İnternetin və həyatımıza daha çox daxil olmasını və özümüzü və idarə olunmaz vəziyyətə gətirdi. Fərqi yoxdur, şagird, müəllim, validin. İkinci bir tərəfdən cəmiyyətdə ailə institutu da dağılıb və bugün gənclərimizin böyük bir hissəsi, tam böyük bir hissəsi uşaq dünyaya gətirməklə valideyn olmaq arasında, bu statuslar arasında fərqi müəyyən edə bilmir. Çünki hamımız bilirik ki, insan təkcə bioloji varlıq deyil, həm də sosioloji varlıqdır və biz daha çox bioloji varlığa üstünlük veririk. Uşaq gətirdisə budur. Tərbiyə məktəb eləməlidir, bu belə deyil. Bu məktəblə valideyn əlaqələri olmalıdır. Bugünkü valideynlər niyə bu qədər bərbad vəziyyətdədir? Ona görə ki, bizim 15-20 il ərzində dağılan təhsil sisteminin bizim cəmiyyətə buraxdığımız zay məhsullardır. Travmalı buraxdığımız, yəni zay deyəndə biraz kobud danışıram, yəni mənim yanıma hazırlığa gəlmədin, sən yaxşı adam deyilsən, yaxşı şagird deyilsən.
sən fond pulu gətirməmsən, yaxşı şagird, yaxşı ailənin nümayəndəsi deyilsən. KSG pulu gətirməmsən, kağız pulu gətirməmsən, printer pulu gətirməmsən, onu dışladığımız, ignor elədiyimiz həmin şagirdlər də travmalı bugün həmin psixoloji travma ilə məktəbə müəllimə yanaşır və nəticə etibarı ilə idarə olunmaz bir vəziyyətdir. Bax, 3-cü istiqamət tərbiyyənin idarə olunmasıdır. 4-cü istiqamət psixoloji, bunlar məktəbin inkişaf planı hazırlanarkən bunlar olmalıdır. Psixoloji işin xidmətin təşkili 2015-ci ildən Azərbaycanda Azərbaycan məktəblərində psixoloji xidmət dağıdıldı, məhv oldu və zaten elə də yaxşı vəziyyətdə deyildi. İnkişaf əvəzinə çöktürüldü və birmənalı şəkildə psixoloji işi qurmadan tərbiyə işini qurmaq mümkündür. Bəlkə mən tərbiyə işindən danışıram. Məktəbdə psixoloji işi qurmadan tərbiyə işini qurmaq mümkün deyil. Əgər biz tərbiyə təhsili istəyiriksə, tərbiyə sistemini qurmalıyıq. Tərbiyə sistemini istəyiriksə, psixoloji işi qurmalıyıq. Və daha sonra 5-ci təsərrüfat işinin qurulmasıdır. Biz təsərrüfat üzrə müavinlərə biraz ikinci dərəcəli işçi kimi baxırıq. Məktəbin sanitar gigiyenik, texniki təhlükəsizlik, yanğından mühafizə, sonra bütün tədrisin təşkili, tərbiyənin təşkili, məktəb əmlakının qorunması, bu hamısı belə biri-birindən kontakt gedir. Hətta mən məsələn tutam ki, dəyişmək lazım olsaydı, mən fikirləşərdim ki, təsərrüfat işləri üzrə direktor müavinlərdə pedaqoji təhsilli şəxslər olsun. Çünki məktəb elə bir sahədir ki, burada kənar təhsilli şəxslərin işlənməsi çox çətin olur. Çox çətin olur ki, bax, bu məsələ var orada. Daha sonra gəldik bizim 6-cı valideynlərlə iş. Valideynlərlə, bax, bir qədər öncə dedim, valideynlərlə iş əməkdaşlıq olmalıdır. Valideyn tərəf deyil, bizim bu yaxınlarda bir təhsil mütəxəssisinin videosuna rast gəldim. Deyir, valideyni məktəbə buraxmaq olmaz, tədrisə buraxmaq olmaz. Yanlış düşüncədir. Valideynlə əməkdaşlıq etmək lazımdır. Valideyn tərəf deyil, valideyn prosesin içində olan cinahdır. Əgər biz valideynlərlə münasibəti düzgün qurmasaq, biz valideynə sənin uşağındır deyib, sənin uşağın belə deyələdi, dediksə də məktəb elə batacaq və biz valideyni çağırırıq, ən böyük problem, sənin uşağın belə elədi. Halbuki bizim işimiz, vəzifəmiz onun valideynə dəstək olmalıdır. Sən uşağa necə kömək eləyəsən, filan eləyəsən, istiqamət verməkdir. Məzunlarla iş, biz məzunlarla iş görmürük və məzunlar halbuki məktəbin bütün maddi texniki bazasının yenilənməsindən tutmuş, məktəbdə tərbiyə mühitinin yenilənməsindən tutmuş, tədris, indi bir qədər öncə sadaladığım bütün məsələlər, hamısı, bütün bunlar demək, burada məzunlarla işlə bağlıdır. Ən böyük tərbiyə işində məktəbdən kənar fəaliyyət, uşaq birliyi rəhbərlərinin işi, bax bu 8-ci istiqamət, sinifdən xaric iş, bax məktəbdə var dərsdən kənar fəaliyyət, var sinifdən xaric fəaliyyət, var məktəbdən kənar fəaliyyət. Bax, dərsdən kənar bu tədris sahəsidir. Bu sinifdən xaric və məktəbdən kənar fəaliyyət birbaşa tərbiyə işinin bir hissəsidir və məktəbdən kənar fəaliyyətdə də cavabdeh uşaq birliyidir. Biz uşaq birliyinə əlinə bir dəftər veririk, deyirik ki, get davamiyyəti yoxla. Sonra uşaq birliyi rəhbərinə deyirik ki, get tədbir keçir. Halbuki uşaq birliyi rəhbəri məktəbə gündə bir dəfə gəlib çıxa bilsə böyük şeydir. Uşaq birliyi rəhbəri bütün işi məktəbdən kənarda, ailələrlə görüş və sonra uşaqların repetitor yanına getməsi, idman hazırlıqları, dərsdən kənar, məktəbdən kənar müəssisələrə getməsi, incəsənət və digər seksiyalarda olan işlər və s. Yəni, deməyim odur ki, bu 9 istiqamət üzrə, məktəbin idarə edilməsinin 9. Yəni, bəzi məktəblərin spesifik, məsələn, lise gimnaziyalarda 10-cu da eləmək olar, istedadlı uşaqlarla iş. Və yaxud da ki, kiçik akademiyalar, 11-ci sahə. Bax, ən böyük məsələ, demək, kiçik akademiyaları məcbur eləyirlər məktəbdə olması. Adam qalır, bilmir nə desin. Axı, kiçik akademiyanın oturun bir əsasnaməsinə baxın. Baxın, Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli qərarına baxın. Axı, orada kiçik akademiyalar lise gimnaziyalar üçündür. Kiçik akademiyanın mahiyyəti nədir? Ümumi təhsil məktəbində tədqiqata meyilli uşaqların həvəsləndirilməsi, istiqamətləndirilməsi üçündür. Və ümumi təhsil məktəbinin 13 növü var. Bu 13 növdən yalnız
İkisində lisey və gimnaziyalar, belə deyək, 4-də 1-də orada internat tipli də var. İnternat tipli lisey, internat tipli gimnaziya və gimnaziya. Bu 4-də meyarlarda verilir ki, o 270 nömrəli qərarda ki, şagirdlərin deyək ki, Elmlər Akademiyası və elmi müəssisələr, ali təhsil müəssisələrindən əməkdaşlığın təmin olması. Bu əməkdaşlıq da kiçik akademiyanın. Filan deyək ki, Lerik rayonunun Coni kəndində, Üzqardağ kəndində və yaxud da Xaçmazı Transiya kəndində, nə bilim, Şəki Transiya kəndində kiçik akademiya neynir? Lisey, gimnaziyalarda olmalıdır. Nəysə, bu məsələni də qoyduq kənara və bu 9 istiqamətdən eləyə bilərsiniz, 9-unu da eləyə bilərsiniz, ən azı 3-ünü, 4-ünü götürməklə məktəbin inkişaf planını hazırlamaq üçün. Məktəbin inkişaf planını neçə illiyə hazırlayacaqsınız? Məsələn, 3 illiyə hazırlayırsınız. Hökmən ondan əvvəlki 3 ilin analizləri olmalıdır. Hansı analizləri olmalıdır? 1. Buraxılış imtahanlarının nəticələri. Həm deyək ki, tam ortada, 11-ci sinifdə, həm 9-cu sinifdə. 2. Məktəb üzrə xüsusilə də bax, 4-cü siniflər. 3-4. 1-2 nəşiz olmasın. 3-4-cü sinif və ondan yuxarı siniflər üçün BSG-nin nəticələri. BSG-nin nəticələri. 4-cü sinif, baxmayaraq ki, ibtidai dediyi uşaqları çox sıxır, o ibtidai təhsil səviyyəsinin o bitirdiyi ildir, sonuncu ilidir deyə, o növbəti illər üçün planlaşdırmada orada olan datalar, yəni rəqəmlərin çox böyük əhəmiyyəti var. Kiçik summativ qiymətləndirmələrinin hökmən. Ona görə də bax, burada indi 75 nəfər qoşulubda. Bax, sizdən xahişim, öz məktəblərinizdə hökmən, demək, hökmən bütün sənədləşməni, yəni data əsaslı idarə etmə deyirlər buna, rəqəmlər unudulmasın deyə Excel-dən istifadə edin. Excel-dən istifadə edin, Excel-i öyrənin, ən azı orta səviyyədə Excel-i bilməlisiniz. Baxın, bugün bütün əksəriyyətinə, tam əksəriyyətinə, hansı məktəb direktoru, direktor müavini danışdırırsan, ay müəllim, bizim bilirsən, başımıza 10 gətirirlər, regional gündə bir tapşırıq verir, dəqiqədə bir tapşırıq verir, budur. Bütün işi qoymuşuq, ancaq bu işlərlə məşğuluq deyirsiniz, mən sizi başa düşürəm. Amma bu get-gedə yeni sistemdə, publik hüquq sistemdə daha olacaq. Hələ nazirlik mütləq məktəbləri özü idarə edir, hələ bir çox şeyi örtbasdır edir. Sabah publik hüquq şəxs olandan sonra, ümumi təhsildə dövlət biznes partnerliği yaranandan sonra indikindən qat-qat çətin olacaq vəziyyət. Bəs bunun ötəsindən necə gəlmək, necə çətin olacaq? Dövlət, yəni Elm və Təhsil Nazirliyi və yaxud da ki, məktəbə qədər ümumi təhsil üzrə dövlət agentliyi hər bir şagirdə düşən pulu ödəyəcək məktəbə, sonra da ümumi təhsilin dövlət standartları, təhsil proqramları, təhsil qanunvericiliyi uyğun olaraq deyəcək ki, təhsili yerinə yetir. Mən də ancaq tənzimləyici orqan olacam, ancaq mən tələb edirəm. Dövlət adına tələb edəcəm ki, siz bu işi belə görməlisiniz. İndi gəlin özünüz edin. Yox, bu məsələ belədir. Yox, bu məsələ belədir. Bir addım ata bilməyəcəksiniz. Bəs bunun ötəsindən gəlmək üçün nə etmək lazımdır? Bunun ötəsindən gəlmək üçün hökmən və hökmən məktəbdə, məsələn, tutam ki, məndən olsa, bu məktəbə qədər ümumi təhsil üzrə dövlət agentliyi direktor müavinlərinin imtahanını doğru düzgün keçirtmir. 1. Psixoloji vəziyyəti yaxşı olmayan şəxsləri direktor müavini qoymaq olmaz. Biz gənc direktor müavinini yox, birinci növbədə direktorları, direktor müavinləri arasında, o gənclər ki var, təyin də olunublar, hamısını da təbrik edirəm, mənim onlarla şəxsi qərəzliyim yoxdur, onları vermək lazımdır, görürsünüz, yaxşı kadrdır, verin, 2-3 il qoy işləsin müavin, bir qədər puxtalaşsın, verin direktorda və istənilən halda imtahanda İKT imtahanı olsun və Excel-i bilməyən kadrı nə direktor müavini qoymaq olmaz. Bax, bugün məktəblərdə, bax, siz burada məktəb direktorları, direktor müavinləri qoşulmuşsunuz. Ən böyük çətinliyiniz bilirsiniz nədir? Problem, yenə deyirəm, regionların verdiyi sizə o çoxlu sənədlərdə, tapşırıqlarda deyil. Müdafiə oluna bilmirsiniz. Niyə işi sistemli görmürsünüz? Amma Excel isə hansı bütün sahə ilə bağlı rəqəmlər sizin biz deyirik ki, demək, burada
Demək, bir dəqiqə üzr istəyirəm. Mən xoşlayıram bayraq fonunda danışmaq. Ona görə də bizim burada arada reklam daxil oldu. Burada əsas məsələ nədir burada? Ən əsası isə bu sizdə o datalar olandan sonra region saatda 5 dənə tapşırıq verirsiniz. Siz artıq bilirsiniz ki, nə ilə bağlı datalarda hansı sənəddədir və bu qədər sadə. Bu məsələ var. Və KSG-lər, BSG-lər, yarım il qiymətləri, bütün bunları hamısını qoyun. Bax, bu yaxınlarda sentyabrda sizə məktəbin pasportu deyilən bir sənəd elədilər. 3 illik KSG-lərin, BSG-lərin yoxsa KSG-lərin alın. Və bunlar sizin əlinizin altında olsaydı, hər il üzrə siz yaratdığınızda heç bir problem olmazdı. Mənim yadıma gəlir, sentyabrda istədilər. Haradasa bir həftə məktəblər belə knockdown vəziyyətində ki, Allah bunu eləyə, bu jurnalı axtarır filan, hamısını evinizdə işləsəniz bu problem olmazdı. Bax, bu datalar lazımdır MIP üçün. Sonra bir də o sizin hədəfiniz nədir? O da optimal hədəf olmalıdır da. Məsələn, tutam ki, səndə buraxılış imtahanının nəticələri əgər tutam ki 50%dirsə, sən bir ilə ən yaxşı halda 15% qaldıra bilərsən də. Yalandan qayıdıb deyəməzsən ki 100%-ə qaldırım. İzah elə bilirəm fikrimi. Bax, bu planlaşdırmada optimal rəqəmlər götürmək lazımdır. Hər məktəblə olmur bu. Deyək ki, məktəbin yerləşdiyi ərazinin, məktəbin müəllimlərinin peşəkarlığı, valideynlərin münasibəti, uşaqların münasibəti və s. Bütün bunlar ölçülə bilən olmalıdır. Sonra bir də perspektiv plan var. Perspektiv plan nədir? Həmin məktəbin inkişaf planının illər üzrə, deyək ki, məktəbin inkişaf planı MIP, deyək ki, 2025-28-ci illər üçün, 3 il üçün. İndi perspektiv plan həmin MIP üzərində, məktəbin inkişaf planı üzərində yazılır. Ayrı plan deyil bu. Birinci plan, ana plan. Necə bizdə baxın, konstitusiya bizim ana qanundur. Konstitusiya bizim ana qanundur. Elədir. Və konstitusiya bizim ana qanun olduğu kimi bütün qanunlar konstitusiyaya bağlıdır. Sonra prezident sərəncamları, fərmanları, qanunlara bağlıdır. Nazirlər Kabinetinin qərarları prezident sərəncamı. Yəni, hüquqi hiyarxiya deyirik də buna. Bax, məktəbdə də əsas sənəd MIP-dir. Məktəbin inkişaf planı. MIP və yaxud da SIP, strateji inkişaf planı da deyə bilərik. Məktəbin inkişaf, eyni şeydir. Yəni, eyni sözdür bu, ayrı-ayrı sözlərdir. Bax. Sonra, perspektiv plan MIP-ə uyğundur. Deyək ki, MIP 3 illik 2025-28. İndi bunu illərə bölürük. 3 tədris ilinə. 2025-26 perspektiv plan. 2026-27-ci tədris ili, 2027-28. Bir sənəddə ya. Bu perspektiv plan. Yəni, strateji inkişaf planında və yaxud da məktəbin inkişaf planında nəzərdə tutulmuş istiqamətə üzrə nəzərdə tutulmuş hədəf və tədbirləri hansı ildə həyata keçirirsə. Orada planla icra vaxtı var. İcra vaxtı var. Və perspektiv inkişaf planından sonra artıq gəlir illik fəaliyyət planı. İllik fəaliyyət planı gəlir bizim, bax bu perspektiv planın illik. Məsələn, tutam ki, perspektiv planda 3 il yox idi. 2025, 26, 26, 27, 27, 28. İndi sən illik fəaliyyət planını 2025-26 üçün işləyirsən. Perspektiv planından götürdün. Sənin perspektiv planın MIP-i işlədin, ondan sonra perspektiv inkişaf planını işlədin, MIP-i qoyuram. Artıq sənin əl sənədin perspektiv inkişaf planıdır. Sən artıq hər il perspektiv inkişaf planını götürürsən, ona uyğun olaraq həmin il üçün genişləndirə də bilərsən. İstənilən halda bütün bu planlar hökmən pedaqoji şurada qəbul edilməlidir. Məktəb direktoru bilirsiniz, pedaqoji şuranın bütün qərarlarını əmrləşdirdiyi kimi əmrləşdirməlidir və ondan sonra da illik fəaliyyət planı gəlir. Burada illik fəaliyyət planında bu perspektiv plana uyğun olaraq 2 dənə plan var. Biri illik fəaliyyət planı var. Bununla paralel olaraq bir də məktəb daxili nəzarətin planı var. Bax, bu məktəb daxili nəzarətdə
sən nə deməkdir məktəb daxili nəzarət? Məktəbin dövlətin qanunlarına uyğun olaraq idarə olunmasına nəzarət sistemidir. Məktəbin içindən olan nəzarət sistemidir. Və dedi ya, 9 istiqamət var. Tədrisin təşkili, metodik işin təşkili, tərbiyə işinin təşkili, psixoloji işin təşkili, məktəbdən kənar işin təşkili, sinifdən xaric işin təşkili, valideynlərlə işin təşkili, məzunlarla işin təşkili, sonra təsərrüfat işinin təşkili. Bu məzunlarla işin təşkili belədir ki, hər ay görülmür də, yəni ən azı 2-3 aydan bir bu məsələ olur, məzun günləri və s. məzun görüşləri və s. Amma yerdə qalan o 8 istiqamət ki, yoxdur. Yenə deyirəm, bu sizin işlədiyiniz məktəb. Lisey, gimnaziyalarda bunun sayı arta bilər. İstedadlı uşaqları ayrıca bir istiqamət kimi götürülə bilər, çünki onların işi ondan ibarətdir. Və bütün bunların içərisində biz nə edirik? Bax, burada məktəbin illik fəaliyyət planında və məktəb daxili nəzarətdə orada sənədləşmə bölməsi var. Planı hazırlamaq çox rahatdır. Məsələn, mən çox təəssüf edirəm. Keçən dövr ərzində bilirsiniz, 2006-cı ildən başlayaraq dövlətin hər il milyonlarla, bəlkə milyarddan yuxarı, bəlkə də 2 milyarddan yuxarı pul xərclənib təlimlərə. Yazıca gəlir o kurikulum təlimindən tutmuş sona qədər. İndi əvvəl 3000-5000 verirlər, indi 300-500 verirlər. Görürsünüz, təlimçilərin səsi çıxmır. Amma reallıq ondan ibarət ki, bu qədər təlimlərə pul xərcləndi. Biz məktəb rəhbərlərinə, indi əvvəl 5000 idi, indi 4000 qalıb da, 1000 məktəb bağlana gedir. Mən düşünürəm 2030-a qədər bəlkə də 2000 qaldı, böyük şeydir. Amma reallıq ondan ibarətdir ki, biz məktəb rəhbərlərinə nə əmək qanunvericiliyini öyrətdik, nə sənədləşməni öyrətdik, nə də plan düzəltməyi öyrətdik. Plan düzəltmək çox çətin bir şey deyil. Bax, sizdə müddət dedim, istiqamətləri müəyyən elədiniz, hədəfləri və tədbirləri, perspektivi böldünüz illərə, illik fəaliyyət planı. Bax, burada görürsünüz, birinci növbədə sıra, ikinci kolonda həyata keçiriləcək fəaliyyət. Hər bir fəaliyyətin bir məqsədi olmalıdır. Axı, təhsil sistemləşdirilmiş bilik bacarıq vərdişlərinin mənimsənilməsi və nəticəsidir. Amma təhsilin idarə edilməsində də planlaşdırma varsa, o planın həyata keçirilməsinin də bir müzakirəsi var da, belə deyək də, təhlili var da. Düzdürmü? Bax, nəticə olaraq orada məqsəd hökmən qoyulmalıdır ki, sən məqsədin nədir? Məktəbin məqsədi nədir? Və yaxud da bu fəaliyyəti həyata keçirməkdə məqsəd nədir? Axı, bu məqsəd bağlanır sənin MIP-inə, məktəbin inkişaf planına, strateji plana və yaxud da perspektiv plana. Məqsəd ora bağlanmalıdır. Sonra kimlər məsuldur bu fəaliyyətin həyata keçirməsi? İcraçılar kimlərdir? İcraya məsul şəxslər, yəni. Tarix, heç vaxtı planlaşdırmada konkret tarix yazmayın. Məsələn, 21 fevral 2026-cı il. Məktəb hərəkət edici müəssisədə, həmin gün məktəbdə elə bir hadisə ola bilər. Və yaxud da ki, regional təhsil idarəsi və yaxud da rayon icra hakimiyyəti deyək ki, rayon əhəmiyyətli, region əhəmiyyətli bir tədbiri o məktəbə salacaq. Elə bilər də bunu. Sənin tədbirin qaldı. Və psixoloji olaraq beyində yaranacaq, bugün eləmədim, sabah eləyərəm də, sabah eləmədim bugün. Sonra formalizmə getsin. Ona görə planlaşdırmanı tərtib eləyəndə həmişə ayın 4 həftəsi yoxdur. Bu sanın həftələr. Birinci həftə, ikinci həftə, üçüncü həftə. Sən artıq cari planlaşdırmada hər dəfədə ən azı bir həftə qabaq və yaxud da bir ayın tədbirlərinə baxsan ki, bax, mən bu tədbiri yaxşı tutam ki, mən fevralın 3-cü həftəsi bitdi, 4-cü həftəsi gəlir. Sən artıq 3-cü həftədə bilməlisən ki, cari planlaşdırmada 4-cü demək, yox, fanatizm deyil. Fanatizm deyil, Agil xanım. Bilirsiniz, fanatizm ona görədir ki, məktəb rəhbərlərini düzgün seçmirik. Aydındırmı? Düzgün seçdiyin adam, yəni planlaşdırmanı bilməyən adam necə olur? Maşın sürə bilməyən adama maşın versən necə olur? Hələ Allah onlardan razı olsun ki, yenə də məktəbləri belə idarə edirlər. Ki, amanabənd filan, o sistem. Və planlaşdırmanı biləndən sonra artıq reallıq odur ki, o həftələr üzrə planlaşdırma gedir.
Və orada da o çətinlik olmur. Yenə deyirəm, bugün hər birinizin qad elədiyiniz region bizə çoxlu demək, region bizə çoxlu tapşırıqlar verir. Əslində bu ola bilsin, bu şeylər olsun. Demək, bilirsiniz, sizin çətinliyinizdən danışaq. Siz niyə regionun bu tapşırıqlardan çətinlik çəkirsiniz? O məlumatlar ki, yoxdur. Siz bir gün, 2 gün jurnalları axtarırsınız, filan eləyirsiniz, bunu tapırsınızsa, onu elə Excel-ə köçürdün, əlinizin altında olsun. Siz bilin ki, filan Excel, bir də 20, 30, 40, 50 dənə jurnalı axtarma, bir də Excel variantına bax, bütün kəsəgələri, illər üzrə, fənlər üzrə. Var da Excel-də. İndi gəlin danışaq, məktəb direktoru, direktor müavinlərinin, bizim müəllimlərimizdən nə qədər Excel-i bilir? Ənənəvi suallar var, hara baxsan, direktor müavinlərin sertifikasiyası olacaq, olmayacaq. Filan şey olacaq, olmayacaq. Filan imtihan olacaq, olmayacaq. Aydındırmı? Yəni ənənəvi suallar, heç kim işi öyrənmək istəmir. Aydındırmı? Bax, problem oradadır. Belə mənim məktəbşünaslıq klubunda bizim yoldaşlar var və bilirlər, biz müəyyən sənədləri hazırlayırıq, göndəririk. Eyni zamanda bizə ayrı-ayrı məktəblər üzrə dediyim o dataları, o rəqəmləri vermək şərti ilə biz onları individual, fərdi qaydada onların planlarını hazırlayırıq. Hal-hazırda da bizim 7-8 məktəb üçün işlərimiz gedir, çalışırıq. Və ən qısa zamanda onların həm məktəbin inkişaf planını, həm perspektiv planını, həm milli fəaliyyət planlarını təhvil verəcəyik onlara. Belə mənim planlaşdırma ilə danışacağım bu qədər. İndi mən keçirəm sizin suallarınıza. Buyurun, çox danışdım deyəsən, bir 50 dəqiqə danışdım. 50 dəqiqə deyildi, onsuz da bir 5-10 dəqiqə gec boşuldu, 40 dəqiqə belə deyil. Buyurun yoldaşlar, mən sizin suallarınıza planlaşdırma da ola bilər, digər suallar da ola bilər. Və bilirsiniz ki, Məktəbşünaslıq klubunda bizim hər həftənin şənbə günü webinarlarımız olur. Bu dəfə bütün qruplarda paylaşdım, amma həmişə paylaşmırıq. Yəni, belə deyək, bu ölkə üzrə məktəblərdə əhəmiyyət daşıdığı üçün bütün digər qruplarda da paylaşdım. Əslində, bu sırf Məktəbşünaslıq klubunun üzvləri üçün olan webinarda, amma kimliyindən asılı olmayaraq demək istənilən halda sual fərqi yoxdur. Bizim Məktəbşünaslıq klubunun üzvüdür, üzvü deyil, webinara qoşulubsa biz suallara cavab verməyə hazırıq. Əliyev, buyurun. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Bir sual elə bil ki, bir müəllimə məndən soruşub, tam dəqiq verə bilmədim. Elə bil ki, bu 4-cü sinif müəllimidir, sinif 4A-dır. Amma məktəbə qədər ailə vəziyyətinə əlaqədar götürülməyib. Direktor ona deyir ki, yəni bugünkü tədris ilində sənə yəni A sinif 4A-dan sonra bir A yox, bir C sinifi verəcək. Yəni bu qanunda necə tənzimlənir? Yəni onu elə bir saniyə. Baxın, 4-cü sinfi adam təhvil verir, düzdürmü? Bəli. Ona 1-ci sinif verilir, eləmi? Bəli. Hansı anlayış, hansı məntiqləndir ki o? Mən A sinifini bitirmişəm, mənə A sinifi verməlisiniz. Nə var o A-da? Öz təcrübəmdən deyim, 230-da oxuyanda Nazirlər Kabinetinin 22 iyun 2010-cu il tarixli 115 nömrəli qərarı var. O təhsil səviyyəsi, bir səviyyədən digər səviyyəyə keçmə qaydalarını. Orada yazır ki, 4-cü sinifləri eyni nəticə göstərənlər, məsələn, riyaziyyatdan yaxşı olanları bir sinifə, humanitardan yaxşı olan bir sinifə yığmaq olur. Biz o zaman sinif düzəltdik, bir neçə, belə deyək, məktəbin içində lisey sinifi kimi düzəltdik, amma belə deyək, qanunla yox, öz aramızda. Orada bir neçə 4-cü sinifdən monitoringlər keçirtmişdi, nə olmuşdu? Millət qırır ki, bizi A sinifinə. Orada da o ən zəif uşaqları verdi A sinifinə. Hamı sakitləşdi. Hamı sakit. Ən zəif oxuyan uşaqları verdi A sinifinə, ən yaxşı oxuyanları verdi D sinifinə. Onunla da məsələ bitdi. Məsələn, A sinifində nə var ki orada? Yox, burada A sinifindən deyil, ondan soruşmuşam. Deyir ki, C sinifi inklüziv sinifdir, mən də onu istəmirəm.
Direktor. Əvvəla inklüziv sinif Azərbaycanda bildiyim qədər cəmi 21 məktəbdədir. İnklüziv sinifin tətbiq olunduğu məktəb 21 məktəbdir. İnklüziv sinifdə tədris etmək üçün o inklüzivdən təlimdən keçməlidir. Bu bir. Aydındırmı? Hə, orada da inklüzivdə nə var ki, 1 və 2 sağlamlıq imkanları məhdud olan uşaqlar var. Onların da dərslərinin 50%-ni onlar fərdi və qrup məşğələlərində keçirilir. Başqa müəllim keçirilir, mən də onu izah elədim. Başqa müəllim sənə... Valla o insanın müəllimlik ruhu yoxdur. O ola bilsin ki, kənd təsərrüfatına verir, gəlib düşüb pedaqojiya. O insan kimdirsə, onda müəllimlik ruhu yoxdur. Nə danışırsınız? Mən bunu istəmirəm, onu istəyirəm. Ona görədir də belə. Ona görədir də məktəb müəllimə başına bu qədər oynasılır və yaxşı da edilir. Məktəbdə müəllim olmalıdır. Azərbaycanda müəllim qıtlığı var. 150 mindir, indi gətirib 130 minə salıblar. 3-4 ildən sonra gəlib 90 minin altında olacaq say. Amma bu hal-hazırda 130 mindən, nə bilim, say demək istəmirəm, Azərbaycanda müəllim qıtlığı var. Müəllim işləyən çoxdur, 130 mindir. Amma müəllim qıtlığı var. Belə, təşəkkür edirəm Əliyev. Sonra sualı olanlar buyursunlar. Burada yazıblar. Qasımov yazır ki, Azərbaycanda neçə məktəbdə strateji plan var. İnanmıram. Laf olsa da formaldır da. Yenə deyirəm. Hətta biz hazırlayırıq. Məktəbin real vəziyyətinə uyğun olaraq hazırlayırıq. Amma bu strateji plan bir, məktəbin real vəziyyətinə uyğun olmalıdır. 2, regionalın strateji planına da uyğun olmalıdır. Bax, bu iki məsələ ilə üzləşməlidir. Regionalın strateji planı olmadığına görə üzləşə bilmir də. Aydındır mı? Sonra Elbinə xanım yazır ki, vicdanın müəllim azdır. Valla bu vicdan, şeyx də bir dəfə dedi, illərlə də onu eləyirlər belə. Bu vicdandır, ədalətdir, nə bilim, bunlar ölçülə nisbi məhfumlardır da bunlar. Özdə çox maraqlıdır. Kimdə nə yoxdursa ondan danışır. Bu vicdanlı müəllimi necə müəyyən edəcəksiniz? Bizə savadlı müəllimlər, işini bilən pedaqoqlar lazımdır. Aydındır mı? Mən düşünürəm ki, ikinci sertifikasiyada fərqli olacaq, indi əgər olarsa. Məsələn, sualların ən azı 35%-i pedaqogika psixologiyadan, metodikadan olmalıdır. Əgər biz müəllim istəyirik. Yoxsa 7, 8, 9 sinifin suallarını sal, gəl, hə, bunu elədin, əla, 51%, gəl səni metodist təyin edeyim, gəl səni direktor, mavin təyin edeyim. Amma yaxşı, birinci dəfədə illərlə olmayıb, 30 ildə olmayıb, indi olur. Amma ikinci sertifikasiya belə olmamalıdır. Ən azı 35%, 40% suallar metodikadan olmalıdır. Əgər müəllim axtarırız. Və yaxşı müəllim hələ yaxşı idarə edici deyil. Çox yaxşı olar ki, yaxşı müəllim dediyimiz keyfiyyət, belə deyək, bacarıq səviyyələri üstün olan. Amma biz müəllimi sertifikasiyada, baxın, ümumi dövlət standartlarının 6-cı bəndi var. Orada müəllimə verilmiş təhsil verənlərin keyfiyyət göstəriciləri var. 8 keyfiyyət göstərici var. Və biz sertifikasiyada o keyfiyyət göstəricilərin heç birini yoxlaya bilmirik. Sertifikasiyada nə edirik? 7, 8, 9 sinif, 6 sinif misallarını saldırıq, fiziki gəlidir. Belə. Təşəkkür edirəm hər birinizə. Bir də suallarınızı gözləyirəm sizin. Nəzarət edici sənədlər həddindən artıq çoxdur. Sistemləşdirin. Baxın, hansı işi yaxşı bilmirsənsə o çətindir. Elm də belədir, tədris də belədir. Nəyi bilmirsənsə çətindir. Nəyi bilirsənsə asandır. İşdə sistemliliyi xoşlayır. Sistemlilik üçün də dediyimiz kimi birinci növbədə məktəb rəhbərləri Excel-i ən azı orta səviyyədə bilməlidir. Məsələn, Təhsil Nazirliyi ən azı bir diaqnostik qiymətləndirmə keçirməlidir. Deyək ki, məktəbə qədər ümumi təhsil üzrə dövlət agentliyi. Ən azı
Və öncədən deməlidir ki, bax, yay aylarında, indi fevraldır. Deyək ki, iyun ayında məzuniyyətə getməmişdən qabaq, iyunun 14-dən 30-a qədər, əvvəl attestata başsız qalışırdı, indi elektron qaydadadır, elədisi. İyunun 14-dən, deyək ki, iyunun 30-na qədər, məzuniyyətə gedənə qədər. Bütün məktəb direktoru, direktor müavinləri, istər təsərrüfat, istər təşkilatçı, istər tərbiyə, istər tədris, istər məktəb direktoru. Bütünlüklə hamısı qoy İKT-dən bir diaqnostik qiymətləndirmə keçsin, silkələnsinlər. Excel-i bilməyən adam rəhbər işləyə bilməz. Başqa cür mümkün deyil. Məktəblərin kompüterləri, hər bir məktəbdə kompüterin təmin olmalı. İndi tutam ki, sizin məktəb kompüter təmin olunmayıb. Neçə dənə direktor var, neçə müavinə? Gəl sizin kompüteriniz yoxdur. Başa düşə bilmədim. Nazirlik sizin hər birinizə gətirib şəxsi kompüter verməlidir. Bu doğru yanaşma deyil axı. Biz deyirik ki, vəzifə kriteriyalarından biri də İKT bacarıqlarının yoxlanması olsun. Bu İKT bacarıqları içərisində birinci növbədə Excel bacarıqlar. Çünki Excel-i bilmədən mümkün deyil, çətinlik çəkirsiniz. Amma qayıbı desələr ki, bax, Excel-i bilməyənlər bizim qara episokdadır. İnanın, gecə gündüz yatmadan öyrənəcəksiniz. Bugün bax, planlaşdırmadan tutmuş, idarə etmədən tutmuş, metodikadan tutmuş. Bax, gəlin belə danışaq da, gəlin açıq danışaq. Məktəbin tədris işləri üzrə direktor müavini məktəbin baş metodistidir. O, kurukum dediyiniz metodikadır, məktəbin hamısına yaxşı bilməlidir. Direktor da tədris işləri üzrə direktor müavindən yaxşı bilməlidir. Çünki metodiki işdir də, orada bütün tədris və metodiki işini təşkil edir. Düzdürmü? Gəlin tədris işləri üzrə direktor müavinlərinə baxın hələ. Sabah deyək ki, müddət qaldırsa ki, sizə 6 ay vaxt verəcəm. Diaqnostik qiymətləndirmə keçirəcəm metodikadan. 80%-dən aşağı bal toplayanlar vəzifəyinə sağollaşsın. Gecə gündüz durmadan. Keçən il bir dəfə Nazir, keçən il yox, 2024-də. Nazir bir dəfə ağzından çıxartdı brifinqlərində ki, biz nəzərdə tuturuq direktor müavinlərinin iyuldakı brifingidir. Direktor müavinlərinin sertifikasiyasını nəzərdə tuturuq. Siz, Nəvər xanım, inanırsınız? Avqust ayında 400 nəfər yazılmışdı mənim dərslərimə. 400 nəfər. Çatdıra bilmədim, hər qrupda 100 idi. Bilmirəm, indi burada həmin qrupdan olanlardan yazdım ya. Amma iyulda üzr istəyirəm. Və təsəvvür edirsinizmi? Təsəvvür edirsinizmi? Burada inanın artıq sentyabr ayında o 400 nəfərdən 60 nəfər qalmışdı. Artıq inandılar ki, yox, sertifikasiya olmayacaq, boş söhbətdir. Oktyabr ayında cəmi 10 neçə nəfər qalmış. Hamı qorxuya bənddir. Baxın, sertifikasiyada kəsilməmək üçün hər 10 müəllimdən 7-si, 8-si müəllim yanına gedirdi. Düzdür, düz deyil. Razısınız məndən? Düzdür, bəli. Amma 100 milyonlarla pul xərcləndi təlimlərə. O təlimləri keçənlərdən başqa heç kimə xeyri olmadı. Amma müəllim şərt qoydu, gördü ki, kəsiləni çıxardırlar. Kəsiləni çıxardırlar. Və getdi, hazırlaşdı. Bəziləri də fikirləşdi ki, 35%-ə düşmək üçün heç o daha da yaxşı hazırlaşsın. Getdi və nəticədə nə oldu? 100 milyonların əldə etdiyi, bu nə deyirlər? Rəqabət əsaslı rəqabət əsaslı peşəkarlığın inkişafı ilə bağlı rəqabət əsaslı sistemin yaradılması. Rəqabət əsaslı, bax, budur. Dövlətin bu 100 milyonlarını, milyardını xərcləməyə ehtiyac yoxdur boş yerlərə. Sadəcə şərti qoyulan, bax, gəl bu balı toplayarsan 10%, bu balı toplayacaqsan 35%. Toplamayacaqsan yox. Aydındır mı? Baxın, indi
Keçən il bilmirəm, mənim videolarımı izləyirdinizsə, müraciətlərimi, xüsusilə də sertifikasiyadan keçməyənlərin 79-cu maddə ilə bağlı ailəsində birinci qrup əlilliyi olanlar, sonra öhdəsində 18 yaşına qədər əlilliyi müəyyən edilmiş uşaqları olanlar, 6 yaşına qədər uşağı olub tək başına böyüdən valideynlər, hansı ki qanunverici icazə vermirdi onlar işdən çıxartmağa. Və bizdə də bir çoxları məsələn müraciət elədi, hələ də məhkəmə prosesləri gedir, bir hissəsini udmuşuq, bir hissəsinin növbəti mərhələlərini ödəyəcəyimizi düşünürük və mübarizə davam edir və hətta işə qaytarılan müəllimlər də var bizə müraciət edənlərin arasında. Amma bir ay bundan öncə, ay yarım bundan öncə əmək qanunvericiliyində dəyişiklik olundu. Ailəsində birinci qrup əlilliyi olanlar, kim varsa sizin belə deyək, kollektivlərdə arxaimlər ki, onları işdən çıxarda bilməyəcəklər. Əmək Məcəlləsinin 62-ci maddəsinə əlavə olunur birinci hissəyə. Qiymətləndirmədən keçməyən şəxslər işdən kənarlaşdırılacaq. İşdən də çıxarılmayacaq, dərs də verilməyəcək. Ta gedib sertifikasiyadan keçməyincə ona dərs verilməyəcək. Bax, Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinə dəyişiklik olub bir ay bundan öncə. Ona görə də kimliyindən asılı olmayaraq sertifikasiya hazırlaşıb geçsin. Bax, görürsünüz, keçən il deyirdim ki, qanun onun tərəfindədir, onu işdən çıxarda bilməzlər və s. Artıq qanunda müvafiq dəyişiklik edilib və kimliyindən asılı olmayaraq sertifikasiyaya getməlidir. Əgər getməsə, qanunen işdən çıxartmayacaqlar, amma işdən vurub 62-ci maddəyə uyğun olaraq işdən kənarlaşdıracaqlar onu, ona dərs verməyəcəklər. Rəq qalsın. Adın geçsin də orada. Aydındır mı? Sualınız varsa buyurun. Bağlanan məktəblərdəki kadrlarla bağlı. Bağlanan məktəblərin kadrlarının böyük əksəriyyəti bilirsiniz ki, demək, bağlanan məktəblərin kadrlarının böyük əksəriyyətini artıq 70-ci maddənin A bəndi ilə bağlayırlar. Əvvəl götürüb Bakının mərkəzi məktəblərinə yerləşdirdilər. Gördülər ki, bu əlavə narazılıqlar yaradır və müəyyən planları qarşısını alır. O baxımdan demək, artıq məktəblər 70-ci maddənin A bəndi ilə bağlanılır və o adamlara da 77-ci maddə ilə kompensasiya verilir, bitdi, getdi. İstəyirsə təzədən işləmək, təzədən müəllimlərin işə qəbulu və yaxud da psixoloqların işə qəbuluna gedib müraciət eləsin, harada vakant yer var, oraya gedə bilər. Buyurun. Ustad dərsləri anlayışı. Ustad dərslərinin anlayışı, bax, elə mənim bu webinarım ustad dərsidir. Konkret bir mövzu seçilir. Deyək ki, biz ona açıq dərs deyirdik də əvvəl, məktəblərdə. Açıq dərs deyirlər. Konkret bir mövzu seçilir. Dahi orada bizdəki bu şou olmur da, biz açıq dərsdə. Bir ay müəllim dərs keçmir, bunu əzbərliyinə, direktor gələcək, müəllimlər gələcək, bir ay proqramı yerinə yetirmiş, bir ay gələndə da bir ay əzbərlədiyi şey nə olacaq? O da tutuq uşaq kimi danışırlar, əla, əl sağlıq, hələ müəllimə bir qonaqlıq da təşkil edir, tort süfrəsi filan, ad oldu, açıq dərs və salam da və əjdaha oldu. Əslində məktəbdə açıq dərsi kim verməlidir? Birinci növbədə açıq dərsləri məktəb direktoru, direktor müavinləri verməlidir. Çünki məktəbin müəllimlərin müəllimidir də bunlar. Biri məktəbin baş metodistidir, biri də müəllimlərin müəllimidir, direktordur. Birinci məktəbin direktoru açıq dərs verməlidir. Ustad dərsidir bu. O, ustaddır. İkinci, məktəbin baş metodisti. Tədris işləri üzrə direktor müavini. Üçüncü metod birləşmə rəhbərləri verməlidir. Hökmən deyil, uşaqları ora qatın. Hökmən deyil. Bax, biz 230-da işləyəndə, bilmirəm, o 230-dan qoşulan var, burada yox, o yadlarında olar. Biz orada məktəb daxili təlimlər təşkil edirdik tətil dövründə. Yəni, hər gün tətil günlərində, bax, orada idarə etmə sinif rəhbərləri üçün mən keçirdim. İKT-ni İKT müəllimləri keçirdi. Psixoloqun, Ailə xanım vardı, psixoloq, o keçirdi. Sonra metodikanı, məktəbin deyək ki, metodikanı yaxşı bilən müəllimlər keçirdi. Bir də, sonda da müəllimlər hər metod birləşmə öz otağında ustad dərslər biri qadirdir. Bax, filan mövzunu mən belə izah edirəm. Növbəti gün başqa bir mövzunu başqa bir müəllim izah edirdi. Kim bacarırsa, kim bacarmırsa qalıb dinləyirdi. Ona görə də ustad dərsi açıq dərslərdir. Birinci növbədə məktəbdə verməlidir
açıq dərsləri yenə deyirəm məktəbin direktoru, tədris işləri üzrə direktor müavini, metod birləşmə rəhbərləri və məktəbin qabaqcıl müəllimləri. O pambıq planı kimi müəllimlərə plan vurmaq olmazsan, gəl açıq dərs verin. Açıq dərs, ustad dərsləri. Adamın öyrənməyə ehtiyacı var. Özü də bu açıq dərsləri tətil günlərinə salmaq lazımdır. Dərs günləri tədris prosesini pozmaya ehtiyac yoxdur. Orada o sinifi bir ay iflic eləməyə ehtiyac yoxdur. Müəllim çıxır deyir ki, bax, mən filan mövzunu bu şəkildə eləyirəm, motivasiyanı belə qururam, təhqiqat sualını belə qururam, qiymətləndirməni belə eləyirəm. Yoldaşlar da yerdən sual verirlər ona ki, filan məsələdə, filan problem olanda necə eləyirsən? Bu ustad dərsi budur. Ustad dərsi açıq dərs kimi sinifdə olmamalıdır. Şagirdlərin başında olmamalıdır. Müəllimlər üçün olmalıdır. Təcrübəli müəllimlərin, gənc müəllimlər üçün. Qabaqcıl müəllimlərin nisbətən bacarıqları aşağı olan müəllimlər üçün olmalıdır. Biri yazıb ki, Səbinə xanım, 15 il işlərini bir dəfə açıq dərs vermədim. Yəqin ki, peşəkarlığınız aşağı olub da, yəni onu açıq dərsi verməyə hər müəllimin hünəri çatmır. Gərək ustad müəllim olasan ki, ustad dərs keçəsən. Belə, suallarınız var mı? Yazırlar ki, bizim direktor və direktor müavini heç öz dərsini keçmiş. Nə ki, açıq dərsi? Yox, açıq dərs keçmiş. Yox, siz soruşursunuz, mən də deyirəm də, açın mənbələri, baxın da. Açın İngilis dili mənbələri, açın Rus dili mənbələri, açın bizim Azərbaycan dili mənbələri. Buyurun, İskəndər bu. Axşamınız xeyir olsun, Eşən mən. Axşamınız xeyir olsun. Deməli, bu mövzuya aid deyil, amma bu haqda... Olsun, istənilən sualınızı verin. Məktəblərə indi gəlib, məktəbdə 2 alan şagirdlərin siyahısı və onlarla fərdi işləmək haqqında bu haqda sizin fikrinizi öyrənmək istəyirəm ki, yəni bunlarla necə iş təşkil etsək səmərəli olar. Baxın, siz məktəbşünaslıq klubunun üzvüsünüz, bununla bağlı işi necə qurmaq lazımdır, o sənədi hazırlayıb yazarsınız mənə, sənədi hazırlayıb göndərəcəm sizə. Burada məsələ necədir? Biz deyirik ki, 2 alan şagirdlərlə iş, bəli, yəni bunun adı belədir pedaqogikada, təlimdə geri qalan, təlim nailiyyətləri zəif olan və yaxud da təlim nailiyyətləri qeyri-kafi olan şagirdlər, yəni qırmızı xəttin üzərində olan, zəif olanlar kafidir, 2 alanlarda qırmızı xəttin üzərində olandır da, belə deyək. Birinci növbədə bu şagirdlərin 2 alma səbəbləri müəyyən edilməlidir. Burada faktor nədir? Uşağın təlimdən geri qalmasının faktoru ola bilər, ailə faktoru ola bilər. Müəllim faktoru ola bilər. Sonra uşağın özünün psixoloji durumu faktoru ola bilər. Məktəbdən kənar mühitin bilirsiniz də, ümumiyyətlə tərbiyə sistemində 3 əsas faktor vardı, indi 4 faktor var. Tərbiyə sisteminə təsir edən, üzr istəyirəm, 1. Valideyndir, ailədir, məktəbdir, məktəbdən kənar mühitdir, belə deyək, mühit deyirik, məktəbdən kənar fəaliyyətdir. Bir də 4-cü də təzə olub internet. Bu 4 amil tərbiyəyə birbaşa təsir edir. Tərbiyəyə təsir edən amillərdə şagirdin təlim nailiyyətlərinə birbaşa təsir edir. İndi bax, biz ona görə deyirik ki, tərbiyə sistemini qurmadan tədrisi mümkün deyil də idarə eləmək, düzdürmü? Çünki uzağı zombiləri yetişdiririk. İndi baxın, gəlin, məsələnin mahiyyətini 2 alan şagirdlər. Onların 2 alma səbəbi təlimdə aşağı düşməsin. Bir faktor, ailə xəttini araşdıracaqsınız, onun sorğuları var, onları keçirtməlisiniz. Uşağın özü ilə məktəbdən kənar fəaliyyəti ilə bağlı sorğular keçirməlisiniz. Uşağın məktəbdəki fəaliyyəti ilə bağlı, müəllimlərlə olan münasibəti və uşağın internetlə bağlı. Bunlar hər biri psixoloji sorğular keçirməlidir. Sorğular elə keçirməlidir ki, lazım olan məlumatı ala biləsən və şagirdi də deyək ki, şəxsiyyətinə toxunmadan, alçaltmadan
və nəticə etibarıyla bunlar sistemləşdirilir. Hər bir şagirdlə bağlı fərdi inkişaf planı hazırlamalıdır. Birinci növbədə araşdırmalısan. Bax, tutam mən xəstələnmişəm, həkimə gedirəm. Düzdürmü? Mən yerim, həkim mənim başım ağrır. Həkim mən demir ki, get aptekdən baş ağrı dərmanı al, götür içkinə vəziyyət düzəlsin. Analizləri aparır, müəyyən aparatları salır, təhlillər aparır və bu baş ağrının səbəbi hardandır, hardan qaynaqlanır, onu tapır, ondan sonra ona uyğun olaraq dərman yazır. Düzdürmü? Biz də bu iki alan şagirdin hardan bunun təlim nailiyyətlərindən geri qalmasının qaynaqlandığını müəyyən edib, ondan sonra ondan fərdi qaydada iş qoyacaq. Necə həkim resept yazır, biz də iş qoyacağıq ki, bu uşağı gətir. Ən böyük problem, bəyəkki mövzuya qadıram ki, Azərbaycanda müəllim qıtlığıdır. Hə, 130 min müəllim işləyir, amma müəllim qıtlığımız var. Müəllim vəzifəsində işləmək ayrı şeydir, müəllim olmaq ayrı şeydir. Nə qədər kəskin olsa da deyəcəm. Baxın, müəllimlərin ən çox verdiyi sual, hətta mən də bununla bağlı videoda paylaşmışdım, məktəb direktorlarına biraz da qınamışdım ki, bəsdir bu şey, nədir bu, şablon, bu icmal tələb eləməkdən, müəllimin nəticəsini yoxmu? Müəllimi soruşursan, ən böyük, müəllim icmal yazmalıdır, bəlkə də içərisinə keçir ki, o sualı verəsin. Mən burada tam baxa bilmədim ki, görüm. Burada əsasən direktor müavinləri olduğu üçün bəlkə də yazılmayıb, amma məsələ budur. Müəllim icmal yazmalıdır mı? Görün, Azərbaycan təhsilində, ümumi təhsilində bizim yekun səviyyəmiz görün nə qədər bərbaddır ki, müəllim soruşur ki, mən icmal yazmalıyam, yazmalı deyiləm. İnansız, onlayn sistemə keçəcək də, indi təqribən orada bizim 1241 dənə məktəbimiz gözün döyə-döyə gözləyir bağlanmağa. Ki, orada ən böyük sevinci onlayn müəllimlər fikirləşir, əla olar, evdən görə dərs keçəcəm də filan. Hələ onlayn sistemin mexanizmi hazır deyil. Müəllim, icmal yazmaq nə üçündür? Biz icmal yazmaqla nə müəyyən edirik? Əvvəlcə gəlin bu sual verək. Hə, icmal yazmaqla biz direktor müavinləri elə fikirləşirik ki, müəllim dərsə hazırlaşır. Əslində bu deyil. Biz o müəllim üzərində hökmranlığımızı göstərik. Gətir, qol çəkin bura. Bax, mən buradayım. Sən o yazdı orada, sən də qol çəkdin, bu da dərsə hazırlaşdı. Xeyr. Müəllimin o dərsə hazırlığı deyil. Bir mənalı şəkildə. Müəllim dərsə hazırlaşmalıdır mı? Hazırlaşmalıdır. Biri götürüb telefonunda qeyd edilir. Orada telefonda bu şeylərdə var, bloknot var, orada qeyd edilir. Biri planşetində qeyd edilir, biri notebookunda qeyd edilir, biri flaşkasında qeyd edilir. Hökmanda sən orada qol çəkəsən ki, hə, o Eşə müəllim gündəliyinə qol çəkdim buraya, icmalına qol, hə, Eşə müəllim hazırlaşdı, yox. Müəllim hər dərs dediyi hər sinif üzrə şagirdə diferensial yanaşmalıdır. Azərbaycan məktəblərində şagirdlərlə diferensial yanaşma yoxdur. Var bəlkə. Hansı məktəbdə biz, hansı sinifdə, hansı biz özümüz, hansı müəllim olaraq. Sinifdə 25 uşaq var, kimdən işləyirik? 30 uşaq var, kimdən işləyirik? O 5-6 oxuyan uşağını. Ortada 10-15 uşaq var, sakit qal, bundan köçür, ondan köçür. 3-4 oxumayan uşaq var, onda bala danışma, dinmə, boylanma. İxtiyarımız olsa deyərik, nəfəs də alma gidir. Onlar da məktəbdə 2-ci dərəcəli adamdır. Və bir də webinarlarda da demişdik. Həmin o 3 alan şagirdlərdir, 2 alan şagirdlərdir, getdilər, şəhid oldular, torpaqları işğaldan azad elədilər. O uşaqlardan hansı ki bizi yolda görəndə gəlirlər, yürürlər, əlimizi tuturlar, əlimizdə bir əşya varsa filan kömək eləmək istəyirlər. Az qalır adam başına dolansın. O başını 11 il tumarladığımız, bəhbət dediyimiz o uşaqlar Allahın salamını bizə minnətlə verirlər. Əgər onu da versənlər. Reallıq budur. Kimlə işləyirsiniz? O 5 nəfərlə. Başını sığalladığımız. Hər gün egosunu bəslədiyimiz, sonda da əslində cəmiyyətə şikəst bir, savadlı, amma insan olmayan, adam olmayan birini buraxmamız. Onlar da gəlib indi vəzifələrdə işləyirlər, milləti bugünə qoyurlar. İndi məsələnin mahiyyəti nədir və müəllimin hazırlığı necə olmalı? Sinifdə deyək ki, neçə kateqoriya var? Ən zəif oxuyan, orta oxuyan, yaxşı oxuyan, istedadlı uşaq. Müəllim hər sinifdə, hər bir
Kateqoriyalı uşaq üçün bilməlidir. Elə sinif var, orada 5 kateqoriya var, eləsi var 3 kateqoriyalısı var, eləsi var 4 kateqoriya var. Hər kateqoriya üçün tapşırıqları hazırlamalıdır. Yoxsa hə, gəl, Eşəmən, bura qol çək, Eşəməndə qol çəkdirsə, demək, Fatma müəllimə dərsi hazırlaşdı. Kimi aldadırıq? Mən onu demişdim, o mən də demişdim. İcmal yazmaq müəllimin dərsi hazırlığı demək deyil. Hə, müəllimin dərsə hazırlığı, nəticəsini direktor müəllim necə yoxlayacam? Mən onu monitoring etməklə, tədrisin keyfiyyətini yoxlamaqla, bu var iş. Sizin dediyiniz sualdır. 2 alan uşaqlarla nasıl iş görünməlidir? Bir, onun tədrisdən bu qədər geri qalmasının səbəbi araşdırılmalıdır. Onların aradan qaldırmaq üçün məktəb psixoloqu, uşaq birliyi rəhbəri, məktəbdən kənar fəaliyyətlə bağlı, sinif rəhbəri, təşkilatçı müavin, o sinifdə dərs deyən şagirdin hüsnü rəğbət bəslədiyi digər müəllim ola bilər. Deyək ki, sinif rəhbəri Yaşam müəllimdir. Amma o uşağı biz, yəni onu sorğu aparırsan, görürsən ki, o uşaq Nuriyə müəlliməni daha çox istəyir, daha çox hüsnü rəğbət bəsləyir ona. Hə, Nuriyə xanımı da güzel bilirsən, əgər belə bir faktor varsa, bəzən olur uşaqlar bir müəllimə bağlı olurlar və bu bağlılıq onların bütün həyatını dəyişir. Bəlkə sizin aranızdan da var elələri. Hansısa bir müəllimin xətrini çox istəmişsiniz, hətta o müəllimə xatir gedib həmin sahədə müəllim olmuşsunuz. Bəlkə də sizin müəllim olmağınızın səbəbi o müəllim olur. Ona olan sizin hüsn rəğbətiniz olur. Cəlb olunmalıdır, araşdırılmalıdır və s. Amma o ki qaldı iş planını müəllimə yazarsınız, hazırlayarıq onu sən. Yaxşı mı? Orada sorğular keçirilməlidir, bir neçə sorğu. Onları mən hazırlayıb verəcəm sizə, keçirib nəticəni müəyyən edəndən sonra o datalar, rəqəmlər olandan sonra biz o planı yazarıq sizdən. Yaxşı? Yaxşı. Ümumiyyətlə, məktəbşünaslıq klubunun üzvləri istənilən vaxt, elə webinarda da yaxşı elədiniz, problemi qaldırdınız. Yəni, biləsiniz, sizlə bağlı istənilən sənəd, istənilən məsələni biz məktəbşünaslıq klubunda özünüz bilirsiniz. Siz deyən kimi dərhal hazırlanır. Amma sizin bir məsələ vardı, onu siz tam olaraq əlaqə saxlamırsınız, tam deyə bilmirsiniz. Onu mənlə webinardan sonra və yaxud da sabah əlaqə saxlayın, o məsələni siz özünüz orada qətiyyətli deyirsiniz. Ona görə mən qalmışam sizi gözləyirəm o sənədə hazırlamaq. Biz söhbət elədik, o təkdir qərar nə idi, onu mən yazacağım sizə. Hə, ona görə mən gözlədim. Buyurun, Nuriyə xanım sual versin. Axşamınız xeyir Eşəm. Axşamınız xeyir olsun. Eşəm müəllim, mənim bir sualım var sizə. Deməli, məktəbin inkişaf planı tutaq ki, hazırlandı, birinci pedaqoji şurada təsdiq olundu. Ondan sonra, məsələn, bir fikir adamın ağlına gəldi. İstədik məktəbin inkişaf planını salmaq olar, yoxsa yox? Baxın, məktəbin inkişaf planına istənilən halda əlavə dəyişikliklər edilə bilər. Məktəbin inkişaf planı, yenə deyirəm, tək inkişaf planı deyil, axı, inkişaf planı əsasında perspektiv plan yazılır. Perspektiv plan əsasında illi fəaliyyət planı və illi məktəb daxili nəzarət planı var orada. Aydındır mı? Və bu planların hər birində, bunlar necə? Məktəbin, deyək ki, pedaqoji şurasında qərarla qəbul edilir, məktəb direktoru da təsdiq edir onu, düzdürmü? Və yenə də hər hansı bir əlavə dəyişikliyi ola bilər. Bəs ünitəsinin idarə olmasında inkişafın monitoringi nədir? Sizin apardığınız təhlillər, nəticələr göstər, filan tədbiri effektiv deyil. Və yaxud da məsələn 2025-də nəzərdə tutulsa, 2027-də vəziyyət dəyişdi, başqa bir, deyək ki, Elm və Təhsil Naziri başqa bir prioritet qoydu ortaya. İstənilən bir məsələni planlaşdırmada əlavə dəyişikliklər etmək olar. Yenə də pedaqoji şuranın qərarına salınmalıdır. Məktəb direktorunun əmri ilə təsdiq olmalıdır. Məsələn, pedaqoji şuranın qərarına salınmalıdır, deyək ki, məktəbin inkişaf planının filan bəndinin filan, məsələn, yarım bəndi və yaxud da filan bəndlərində filan dəyişikliklər edilsin. Məktəb direktoru da əmr yazır ki, məktəbin inkişaf planında əlavə dəyişikliyə edilməsi vardır. Filan bənddə filan dəyişiklik edilsin. Əsas pedaqoji şuranın filan tarixli, filan nömrəli qərar. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun. İstənilən planlaşdırmaya. Hətta məktəb direktoru öz əmrinə də əlavə dəyişiklik edə bilər. Məsələn, məktəb direktorunun filan tarixli, filan nömrə əmrinin
dəyişiklik edilməsi vardı. Yazır, məktəb direktorunun 1 fevral, deyək ki, 2026-cı il tarixli, deyək ki, 54 nömrəli əmri aşağıda yazsan, birinci bu yanda yazsan. Məsələn, deyək ki, 21 fevral, əmr nömrə deyək ki, 84. Əmrin adı məktəb direktorunun əmrində dəyişiklik edilməsi vardı. Aşağıda yazsın. Məktəb direktorunun 1 fevral 2026-cı il tarixli 51 nömrəli qərarı aşağıdakı mətndə oxunsun. İndi necə olacaqsa o şəkildə yazsın. Artıq əmrdən çıxarış çıxardanda 1 fevral 2026-ya 51 nömrəli əmri çıxardırsan, amma bu 84 nömrəli əmrdə əlavə dəyişikliyi necəsə yeni redaktorda çıxardırsan. Aydındırmı? Yəni məktəb direktoru öz əmrlərində dəyişiklik, pedaqoji şura istəyən qərarda, o cümlədən də planlaşdırmada əlavə dəyişikliklər etmək olar. Bir dəqiqə, burada sual var. Demək, ikinci qrup görmə məhdudiyyəti. Kimin suallarını görməmişəmsə, yenidən yaza bilər. İkinci qrup, bir dəqiqə. Leyla xanım yazır. İkinci qrup müəllim üçün sertifikasiyada hansı şərtlər? Heç bir güzəşt yoxdur. Birinci qrup 50 il olan, görmə qabiliyyəti 50 il olan sertifikasiyada onun üçün 1 saat sertifikasiya müddəti uzadılır və əlavə olaraq ona fərdi ayrıca otaq və fərdi nəzarətçi təyin olunur. Bu eyni zamanda Dövlət İmtahan Mərkəzinin imtahanlarında da var. Orada qeyri-adi bir şey yoxdur. Sonra bir dəqiqə. Suallarınızı yazın. İşçi, bir dəqiqə. Əgər işçi şəhər ilə bağlı gəlmirdi, təhsil idarəsinə icazə alırsa, ərizə əsasında ərizənin üzərində qanuni şəkildə həll edilsin. Məktəb direktoru həmin işçi. Bəli, istənilən halda işçi məktəbdə yoxdursa, əmək haqqı dayandırılmalıdır, aktlaşdırılmalıdır. Bu bir. Və bir işçiyə icazanı onu işə götürəndən verməlidir. Şəhər təhsil idarəsi, rayon təhsil idarəsi də başa düşməlidir ki, birinci növbədə tutam ki, biz ona deyə bilər ki, müəllim, filan müəllim icazə alır, filan işçi onu nəzərə alın, gəlib xahiş eləmişdir. Və o işçiyə də deyir ki, get öz işə götürən, öz məktəb direktoruna ərizə yazsın, ondan icazəni al yenə. Və məktəb direktorunun xəbəri yoxdur, işçiyə rayon təhsil idarəsi və yaxud da rayon təhsil sektoru necə icazə verə bilər? Bu iyarxəni özü pozur. Amma istənilən halda bəli, işçi işdə yoxdursa aktlaşdırılır. Lap deyək ki, belə olub. Rayon təhsil sektoru icazə verib. Vermirsiniz ona, intizam təbliği vermirsiniz. Amma məsələ odur ki, əmək haqqı hökmə tutulmalıdır. İşçi işdə yoxsa əmək haqqı tutulmalıdır. Əmək haqqı ancaq bir qaydada, o da bülleten dediyimiz əmək qabiliyyətinin fəqəti itirmə, işçi seçkidə olanda, sonra işçi belə deyək, seçkidə olanda, səs vermədə olanda və yaxud da ki, qiyabi oxuyursa, təhsil məzuniyyətində olanda və s. Bir də Əmək Məcəlləsinin 179-cu maddəsinə baxın. 179-cu maddədə orada 20 neçə bənd sayılır. Həmin hallarda onun əmək haqqı və vəzifəsi saxlanmaqla əmək funksiyasının icrasından azad olur. Qalan bütün hallarda əmək haqqı tutulmalıdır. İzah elə bilirəm. Müəllimlər üçün əlavə. Sağ olun. Sonra Nübar xanım yaz. Məktəb lisey adı alıb, adi siniflərin bağlanması gözlənilir. O məktəbin tipi dəyişib və mərhələli şəkildə adi siniflər bağlanacaq, keçəcək o biri siniflər. Ştatların lisey gimnaziya 59 nömrəli qərara baxın, Nazirlər Kabinetinin 1996-cı il tarixli 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı var. Həmin qərarı göstərilir lisey, gimnaziya və ümumi təhsil məktəblərində ştat vahidləri. Aydındır. 8-9 sinif qalacaqsa orada direktor ştatı olacaq, yarım stavka tədris işləri üzrə direktor müavini olacaq, bir ştat profil üzrə tədris işləri üzrə direktor müavini olacaq. Daha nə qaldı? Şabirli rəhbəri olacaq.
Üstəm onda 5 ştat xadimi olacaq. Nə deyim? Yarım stavka dərnək olacaq. Hə, Nüvar xanım? 59 nömrəli qərara baxın. Ayşən xanım yazır ki, publik hüquqi şəxsə getmək hal-hazırki komandanın işi deyil. Yəni onların nə savadı, nə bacarığı, nə yəni o deyil. Yəni publik hüquqi şəxsə keçmək bundan mümkün deyil. Gözləyin. İndi İnşallah dəyişiklik olandan sonra, daha savadlı kadr gələndən sonra, bəli, onsuz da publik hüquqi şəxsə gedəcəyik. Dövlətin strategiyası budur və orada məsələ budur, belə deyək, dövlət biznes portföyünün qurulması. Publik hüquqi şəxsə gediləcək, amma ümumi təhsildə bunu eləmək dəhşət olacaq. Yox, bunların işi deyil. Dəyişiklik olandan sonra. Ha vaxt dəyişiklik olanda artıq gözləyin, bilin ki, publik hüquqi şəxsə keçirlər. Sonra onda da publik hüquqi şəxsdə olanda da yox, laborant olmayacaq. Laborant olmayacaq. Amma demək, hal-hazırda da vəziyyət belədir də. Necə deyərlər? O siniflər azaldıqca o ştatlar. 59 nömrəli qərarı oxuyun, orada görəcək. Rəqəmsal dərsliklər olarsa onda kitabxanaçılarda rəqəmsal sistemlə işləyəcəklər. Ona görə də kitabxanaçılar boş ştat kimi oturmasınlar. Elektron sistemi öyrənsinlər, öz işi ilə bağlı öyrənsinlər. Mən sizə bir məlumatı da verim. Artıq gələn həftədən direktor.az saytı yenidən istifadəyə verilir və direktor.az saytında necə olacaq gələn həftədən? Demək, təhsil qanunvericiliyi, əmək qanunvericiliyi, idarə etmə, liderlik, mən artıq onları yazıram, indi qısa müddətdə çatdıra biləcəm, bilməyəcəm, amma işləyəcəm üstünə. Demək, aylıq ödənişiyə 20 manat olacaq. Orada qayda belədir, aylıq ödənişi 20 manat. Bütün hüquqi normativ sənədlərin səsli izahı olacaq, video izahı olacaq, bir də testləri olacaq altında. Aydındırmı? Əlimdə olan bütün test bazası yerləşdiriləcək. Məsələn, bir dənə təhsil haqqında qanunla ortalama hardasa bir 10 minə yaxın test var. Ümumi təhsil haqqında qanunda biraz azdır. 10 min yox, mən sizə deyim də, təhsil haqqında qanunda hardasa 6 minə qədər test var. Ümumi təhsil haqqında qanunda da bir 4 minə qədər test var. Hər bir qanunun, məsələn, bölmə, mənim səsimlə səsli izahı, sonra video izahı, sonra da testləri olacaq. Aylıq 20 manat ödəniş edəcəksiniz. Yəni, mart ayından da mən bu hazırlıq dəstəyini götürmürəm. Bütün gücü oraya verəcəm. Aylıq ödəniş orada keçiriləcək və sonra kim də özü ilə kim gətirsə direktor hazırla vurdun, ödəniş edib oradan birbaşa keçəcəksin. Gələn həftə hazır olacaq. Kim də özündən bir nəfər gətirsə, elə bir ki, 4də 1, 25% ona bonus düşür. Bu məsələlərlə də bağlı webinar keçirdərik. Elan edərəm, o direktor hazırlayacaq. Mövzuları yerləşdirim, ən azı bir 10 mövzu yerləşdirim. Proqram üzrə hazırlaşanda artıq şey olacaq. Sənə Google-a... Qeydiyyatlarımız durur bizim, yox, sadəcə yazsın, direktor.az əvvəlki kimi olmayacaq. Nə bilim, filan VIP nömrə yaz, olsun yaz. Adı onlayn sistemdə necə qeydiyyatdan keçirsiniz? Çox rahat bir şey var. Məsələn, mövzunu vurdunuz, direktor olmaq istəyirsiniz. Direktorla bağlı mövzunu vurdunuz, gəldi deyək ki, pedaqoji şura. Pedaqoji şuranın səsli izahları var orada, filan izahları. Sonra onunla bağlı hansı sənədlər, pedaqoji şuranın protokol nümunəsi, qeydiyyat vərəqinin əmri, belə əmrlər və s. nümunələr, onlar PDF şəklində oldu, endirdiniz orada. Sonra da aşağıda da testləri. Yəni, ölkədə bu sahə üzrə bütün hazırlıqlar artıq, yəni bilirsiniz də, hamısı gələcək orada. Direktor.azda. 20 manat hamısı bütün ay ərzində bütöv istifadə edənə 20 manat ödəniş olacaq. Qanunlar haqqında da məlumatlar. Bütün. Əmək məcəlləsi ayrıdır,
Təhsil qanunvericiliyi ayrıdır. Orada 4 bölmədir. Əmək təhsil qanunvericiliyi, orada gəlir təhsil qanunu, ümumi təhsil haqqında qanun, xüsusi təhsil haqqında qanun və s. bunlar gedir. Sonra ikinci bölmə gəlir əmək məcəlləsi, 13 bölməsi. Sonra idarə etmə və liderlik ayrıdır. Sonra bir də şey gəlir, bir də digər, məsələn, əməyin texniki təhlükəsizliyi, əməyin mühafizəsi, digər məsələlər ki, yoxdur, məktəb işi ilə bağlı müəyyən qanunvericiliyi, məsələn, cinsi zorakılıq və cinsi istismara qarşı konvensiya və s. uşaq hüquqları və s. bu kimi məsələlər yoxdur. Onlar da digər bölmədə olacaq. Məsələn, təhsil haqqında qanun çoxdur, olacaq təhsil haqqında qanun 1-ci fəsli. İzahı, testləri, düzdürmü? Bir platforma var, bir sınaq, onunla da müqavilə bağlamışıq. Deyək ki, burada direktor azda testlər olacaq. Daha çox test eləmək istəyirsinizsə, orada link olacaq. Keçəcəksiniz bir sınağa, oradan öz testlərinizi, məsələn, istəyirsiniz 1000 dənə test eləyin oradan olsun. Gələn həftə ardıcıl olaraq, yəni qruplarında varsınız ki, qoşulmuşsunuz da, ardıcıl olaraq direktor az hazır olandan sonra ola bilsin ki, martın əvvəlinə olsun. Çünki mən bu ən azı 10 mövzu yerləşdirmədən onu eləyə bilməyəcəm, yəni təqdim eləyə bilməyəcəm. Ondan sonra bax belə ekranı paylaşıb buradan təqdim eləyəcəm sizə. Çox rahatdır. Qeydiyyatı da rahatdır, testlər eləmək də rahatdır və s. və s. İstəsəniz belə adi qaydada qeydiyyatdan keçirsiniz. İstəsəniz e-mail və yaxud da nömrə yazacaqsınız. Oradan hər təzə material yerləşdirəndə SMS gələcək ki, filan mövzudan material yerləşdirdik, gir elə yine. Ay ərzində cəmi ödəniş, yəni yenə deyirəm, geniş səsli izah, bir də video izah. Video izah ayrıdır, səsli izah da ayrıdır. Orada onları həm dinləyəcəksiniz, həm testləri eləyəcəksiniz. Amma bir də hər sahə ilə bağlı hansı qaydalar, hansı, məsələn, indi axtarmırsınız, tədris işləri üzrə fəaliyyət planı. Tədris işləri üzrə direktor müavininin deyək ki, ilə bağlı materialda orada fəaliyyət planı oradan endirəcəksiniz. Yəni, bütün fəaliyyətimi oraya keçiriləcəm, belə deyim. Düşünürəm, ölkədə hamı üçün çox maraqlı bir sistem olacaq. Belə, saat yarımda danışıram. Düşünürəm, az da olsa sizə yararlı oldu. Sizə təşəkkür edirəm. Düşünürəm, bizim Məktəbşünaslıq klubu ilə olan bu webinarlarımız eyni zamanda sizin digər yoldaşlarına, klubun üzvü olmayan yoldaşlar üçün də faydalı olar. Əslində Məktəbşünaslıq klubu ideyası nədən yarandı? Mən artıq 13 ildir, 14 ildir bir çoxlarınızla zəng eləmişsiniz həmişə. Elşən müəllim, bu iş necədir, bu sənəd necə yazılır və s. Və dünyanın bütün ölkələrində, hətta bir dəfə xaricdə bir dostum gəlmişdi, deyir ki, biz normal orada onunla danışa bilmədik də, dəqiqədə zənglər gəlir, hamıyı cavablandırmaq. Və sonra əvvəllər də dərslərim çox olurdu deyə, fikirləşirdim ictimai əsaslarla eləyim. İndi istər qanuni hüquqi tərəfdən soruşanlar, istər məktəb işini öyrənmək istəyənlər, istər sənədləşmə ilə bağlı, ay ərzində Məktəbşünaslıq klubudur, ödənişini eləyir, nə qədər hansı sənəd lazımdır, hazırlayıb göndərirəm. 4 webinardır, indi sonra əlavə olaraq əlavə paylaşımlardır, digər məsələlərdir, onlar üçün bir ay ərzində. Yəni orada növbəti ayda artıq mən birinci ay yanvardan başladıq da, birinci ayda xeyli 50 yaxın sənəd hazırlamışdıq. Fevral ayında biraz da çoxdur ki, ayrı-ayrı sənəd nümunələri hazırlayırıq onlar. Ödəniş 30 manatdır, aylıq 30 manat. Direktor, məsləhətçi, direktor müavinləri üçün uyğundur. Onlar üçün 30 manat ödəniş edirlər. Ay ərzində nə sualları var, hansı sənəd lazımdır, fərdi qaydada və yaxud da filan ümumi qaydalar hazırlayın, oturub hazırlayırıq. Və bir qrup ki, sən hər gün oradan faydalı nəsə görürsən, götürürsən. Yəni, sənədlərdən. Yəni, çox faydalı, hərdən çox. Təkcə sizin o digər paylaşımlarınız olur, maarifləndirici. Onların belə o qədər böyük əhəmiyyəti var. Onunla yanaşı, eyni zamanda məsələn tutan ki, siz bir şey soruşursunuz, orada elədir ki, o başqa məktəb üçün də maraqlı olur.
Ona görə orada o paylaşılanda təbii ki, başqaları da faydalanır ondan. Belə, təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün. Növbəti şənbə günü yenə vebinarımız olacaq Məktəbşünaslıq klubu üçün. Baxar görək, əhəmiyyətli bir mövzu olsa, maraqlı bir mövzu olsa, hamı üçün ümumi qruplarda da paylaşacağıq. Amma artım birindən direktora azdan bağlı vebinarlar da keçiriləcək. Əlavədə belə suallarınızı istənilən vaxt həmin vebinarlarda da verə bilərsiniz. Məktəbşünaslıq klubuna da qoşula bilərsiniz. Təşəkkür edirəm, gecəniz xeyrə qalsın. Oruç tutanların Allah orucu qəbul etsin, Allah dualarınızı qəbul etsin. Çox sağ olun, Neşədən. Gecəniz xeyrə qalsın. Xeyir Var olsun. olasın. Sağ olun. Təşəkkürlər, gecəniz xeyrə qalsın.